Deməli, baxın, artikelin burada verdiyi tərifini definite article, indefinite article. Definite article nə oldu? Müəyyən article, Z artikelımızdır. Indefinite articles qeyri-müəyyən artikellardır. And. For example, a book, and və s. İndi biz Z artikelində qalmışdıq. Burada qeydlərimizin hamısı Z artikelına aiddir. Diqqətlə qulaq asın, çünki bunlar testlərdə istifadə olunan qeydlərdən biridir. Məsələn, burada yazmışam ki, vahidlik bildirən isimlərdə mütləq Z artikelına işlənir. Vahidlik bildirənlər hansılardır? Aydır, günəşdir, yer kürəsidir. Bunların hamısı nə ilə işlənir? Yəni, kainata aid olan. Bəli, kainata aid olan hamısı Z artikelına işlənir. The sky, səma, the sun, günəş, the moon, ay, the world, dünya, earth, yer, the universe, kainat və s. Bunların hamısı nə ilə işlənir? Z artikelına. Daha sonra planet adları. Yadında saxlayın, nə qədər planet varsa, onların hamısı artikelsiz işlənir. Artikelsiz. Amma yanında planet sözü görəcəksinizsə, onda Z-nə işlədəcəyik. Yaxşı, Jupiter, Z Jupiter deməyəcəksiniz. Z planet Jupiter. Bəli, Z planet sözünü görəcəksinizsə, əgər yazmışam burada, məsələn. Ayrıca Jupiterdə biz heç vaxt Z artikel qoymayacaq. Jupiterdir, Marsdır, bunlar heç birində. Amma yanında planet sözü varsa, Z artikeli qoyacaqsınız. Fərq eləmir. Planet özündən əvvəl də gələ bilər, sonra da gələ bilər. The planet Mars or the Mars planet. Hər ikisində də Z artikelindən istifadə edəcək. Bəs planetsiz olsa? Əgər planet sözü yoxdursa, artikeldə işlətməyəcək. Olduğu kimi var. Bəli, olduğu kimi də qalacaq. Sonra su hövzələri. Nə qədər su hövzələri görəcəksiniz də. Fərq eləmir. Okeandır, çaydır, göldür, dənizdir. Bunların hamısı Z artikelından işlənir. Yazmışam. Su hövzələri Z ilə işlənir. Məsələn, Nil çaydır, Thames-dir, Temza çaydır. Nə qədər çaydır, göldür, Pacific Ocean'dır, Sakit okeandır və s. Digərlərin hamısı nə ilə işlənir? Z artikelından. Amma bir dənə istisnamız var, buraya yazmamışam. Göllərdir. Göllərin hamısı da Z artikelından işlənir. Amma yadında saxlayın, yanında lake sözü varsa, biz Z artikel istifadə etməyəcəyik. Yaxşı. Məsələn, hansısa bir göl adıdır. Məsələn, like Baykal. Məsələn, like Baykal varsa Z işlənmir. Bəli, yazı saxlayın. Bu vaxt Z artikeli olan yerdə biz heç vaxt Z qoymayacaq. Amma Baykalın özüdür, okeanlardır, çaylar, həmişə qoyacaq. Sadəcə bir dənə istisna lake sözü var ki, o gələndə biz heç vaxt Z artikelindən istifadə etməyəcəyik. Aydındır. Daha sonra su hövzələrini qoyduq. Aha, Ölkə, rayon, şəhər. Ölkə, rayon, şəhər adları 97% var ki, ölkədir, rayon, şəhər adları artikelsiz işlənir. Artikelsiz. Nə qədər ölkə adları var? Azərbaycan, sonra sayın ölkə adları, Braziliya, havanın hamısı nə ilə işlənir? Artikelsiz. Amma istisna var ki, adının qarşısında United, Republic, Kingdom, State sözü gəlirsə, mütləq Z artikel işlədəcək. The United Kingdom. United Kingdom. Ona görə biz nə qoyacağıq? Z artikelindən mütləq istifadə edəcəyik. Sonra Azərbaycan Republic. Yegəndə bu Republic yoxdursa, biz Azərbaycanda heç bir artikel işlətməyəcəyik. Amma dəqiq bir respublikanı bildirirsə, dəqiqdir Azərbaycan Respublikası. Bəli. Ona görə Z artikelindən istifadə edəcəyik. Aydınmı? Sonra tarixi tikililər. Hamısı Z artikelindən işlənir. Tarixi tikililər. Fərq eləmir də. Məsələn, Tac Mahal'dır, White House, Ağ Evdir. Kitabımızda daha ayrı şəkildə dəfə balacayla çox yazmışam. Bunların hamısı Z artikelindən işlənir. Amma bəzi istisna adlar var ki, onlar heç vaxt biz Z artikelini qoymayacaq. Məsələn, Big Ben'dir, sonra Stonehenge'dir. Bunların heç birində artikel işlətmirik. Ətraflı şəkildə kitabımızda var, sadəcə qeyd olaraq yazmışdım mən.
Sonra yadınızda saxlayın. Təkdə işlənən nə qədər dağdır, zirvədir, adları varsa, biz heç vaxt onda artikel işlətməyəcəyik. Artiklsız. Bəli, artikelsız. Everest. Everest'in heç vaxt artikel qoymayacaq. Baba dağıdır, Madagaskar'dır. Bunlarda artikel işlətməyirik. Aydındır. Amma cəmhal dadlarsa, məsələn, Alp dağlarında Z Alps olacaq. Azors'dur. Z Azors olacaq. Yaxşı. Sonra Alps'dır, Ants'dır, Himalaya'dır. Sonra Bahamas'dır, Filipin adalarıdır. Bunlarda həmçinin olacaq Z artikeli. Cəmbəliyin Z artikeli olacaq. Müddət nə olacaq? Z artikeli. Burada hər şey aydındır. Bir də bir şey burada çəkəcəm. Bir də bir şey unuttum demədim. Bayaq dedik ki, nə qədər ölçü adları varsa, olan hamısı Z artikelsiz işlənir. Artikel qoyun. Amma 5-6 dənə ölçü adları var ki, məsələn, Krımdır, Libanondur, sonra onlarda işlənir. Bəli. Bunu çəkəcəm, atacağım sizə, qalanında kitabda izah edəcəm. Birazdan özümüzdə. Aydındır bura? Heç kimə qalmış şey yoxdur. Sonra keçiriyor tərəfə.